Əziz Qubadlı cəmaatı, mənim gözəl ellilərim, çox istəyərdim ki, bu videonu doğma Qubadlıda hansısa əzəmətli bir dağın fonunda, Bərküşat çayının fonunda, Həkəri çayının, Ağa çayının fonunda çəkim. Ancaq çox təəssüf ki, bu il ənənəyə sadiq qala bilmədim. Niyə məhz bu videonu orada çəkmək istəyirəm? Çünki 25 oktyabr bizim gözəl yurdumuzun işğaldan azad olunduğu gündür. 25 oktyabr tarixə Qubadlı şəhəri günü kimi qeyd olunub. 2020-ci il məhz bugünkü tarixdə biz 27 illik böyük bir fasilədən sonra doğma Qubadlıya qayıda bilmişik. 27 il bir igidin ömrüdür. 27 il ərzində mən yüzlərlə insan tanıyıram ki, Qubadlı həsrəti ilə dünyasını dəyişib. Allah onların hamısını rəhmət eləsin. Yerdə qalan Qubadlı cəmaatımıza Allah uzun ömür, can sağlığı versin. Mən Qubadlı şəhəri günü münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm və Allahdan arzulayıram ki, Allah Taala sizə uzun ömür, can sağlığı versin. Qayıdın gözəl yurdumuza, ömrünüzün qalan hissəsini öz ata-baba yurdunuzda yaşayın. Qubadlı ilə bağlı bütün arzularınız elə Qubadlıda da həyata keçsin inşallah. Təbii ki, biz bugünün qəhrəmanlarını da unuda bilmərik, əziz ellilərimiz. Bizə bugünü yaşadan və bu müqəddəs missiya uğrunda dünyasını dəyişən qəhrəman şəhidlərimiz var. Allah onların hər birinin məqamını uca etsin, məkanlarını cənnət etsin, ruhlarını şad etsin inşallah. Döyüşən qardaşlarımız var, qazilərimiz var, sağlamlıqlarından keçiblər. Allah onlara can sağlığı versin, Allah onlara şəfa versin. Bir qismi hələ də əziyyət çəkir. Veteranlarımız var bizim. 44 gün ərzində hər şeyi gözə alaraq düşmən üzərinə yeriyən veteranlarımız var. Allah onların da canını salamat eləsin. Bundan sonra xalqımızın, dövlətimizin başı üstündə qara dumanlar heç vaxt olmasın inşallah. Mən bir daha sizin hamınızı buradan salamlayıram. Hamınıza bundan sonra xoş günlər arzulayıram və tezliklə Qubadlıda görüşmək ümidi ilə hamınızı öpüb bağrıma basıram. Çox sağ olun, var olun, həmişə şən, həmişə gümrah, həmişə sağlam olun.